Bürcülərim ay ayında nələr gözləyir? Qoçlardan başlayıb. Qoçlar bu ay ərzində siz belə deyim də pul olaraq zənginlik, maddiyyat qalıqvızı, maddiyyatın hesablanması, kalkulyator vəziyyətinə keçməlisiniz. Yəni hesablayıcı bir faktor aktivləşdirəcəksiniz beyninizdə, məntiqinizi çox güclü işə salsınız. Pulla, maddiyyatla bağlı nə yarımçıq qalıqlarınız varsa hamısını tamamlayacaqsınız. Buğalara gələndə buğalar yenidən başlama, hər şeyi sıfırlayacaqsınız. Yenidən belə deyim də özünüzdə belə planlaşdırma, yenidən necə deyim, özünüzü transformasiya verəcəksiniz ki, mən yenilənmək istəyirəm, mühit olaraq, şəxsiyyət olaraq, ailə olaraq özünüzü aktivləşdirəcəksiniz. Əkizlərə gələndə ən sakit aylardan biri olacaq. Yəni 2025-in sanki ən sakit, özünüzü motivasiya edəcəksiniz, özünüzün psixoloq olacaqsınız, öz enerjinizi stabilləşdirməyə çalışacaqsınız və belə deyim də dəngələşdirəcək aylardan biridir. Yəni bu ay zaten əkizlərin demək olar ki, aydır. Başa düşürsünüz, buğa və əkizlərin dövriyyəsi güclənəcək. Bu ay siz özünüzü belə deyim də psixoloq olaraq, dərman olaraq aktivləşdirəcəksiniz. Bir vəziyyətə keçəcəksiniz. Xərçənglərə gələndə bu ay ən rahatlayıcı bir ayınız olacaq. Nə problemləriniz varsa evren onları rahatlaşdıracaq. Evren sizin problemlərinizi zəiflədəcək və sizə belə deyim də işarət göndərəcək ki, hansı istiqamətdə aktivləşməlisiniz. Şirlərə gələndə bu ay enerji olaraq ən güclü aylardan biridir. Yəni hamının enerjisini almağa çalışacaqsınız və belə deyim də egoistliğiniz, yırtıcı vəziyyətiniz daha da aktivləşəcək. Yəni ən güclənən bir aylardan biridir ki, bu ayda siz o qədər güc yığa bilərsiniz. Sevgi olaraq, pul olaraq, maddiyyat olaraq. Yəni balans, batareya dolmuş bir vəziyyətdə olacaq. Qızlara gələndə isə bu ay gəzin. Bacarırsınızsa gəzin. Bu ay gəzməyə, səyahətə, belə deyim də ətrafınızda olan insanlarla belə deyim, mübadilə etmə zamanıdır. Gəzmək, yürüyüş etmək, ev dəyişmək, yer dəyişmək fərqi yoxdur. Səyahət etmək sizin üçün bu ay gəzmək ayıdır. Çünki motivasiyanızı, enerjinizi, mübadiləsini oradan götürəcəksiniz. Tərəzilərə gələndə isə tərəzilər bu ay belə deyim də krizisləri həll etmə ayınız olacaq. Ən çox da pul, kredit, borclarla bağlı nə problemləriniz varsa, yavaş-yavaş pilləkənvari, zəncirvari onları həll etmək üçün evren sizə şans yaradacaq. Əqrəblərə gələndə isə əqrəblər sevgi, ailə ilə bağlı nə problemləriniz varsa, anlaşılmazlıqlar varsa, özünüzü ifadə edə bilməyən bir nüansınız varsa, özünüzü önə çəkmə və özünüzü ifadə etmə. 5-ci çakra özünüzü aktivləşdirmək üçün xüsusi bir zamana keçəcəksiniz. Bu aydan da istifadə edin. Oxatanlara gələndə oxatanlar işsiz olan, pul maddiyyatla bağlı problem olan, finansal qapılar üzərində bütün qapıları aça biləcək qüvvədə, bütün qapıları aça biləcək enerjide olacaqsınız. Bundan istifadə edirsiniz. Oğlaqlara gələndə isə oğlaqlar bu ay həm aşiq olacağınız, həm sosiallığınız, həm insanların içində parıldayacağınız, insanların sizə tələbat, insanların sizə ehtiyac duyduğunu aktiv şəkildə hiss edib özgüvəninizi və özünüzü aktivləşdirəcəksiniz. Dolçalara gələndə dolçalar malla, mülklə bağlı nə problemləriniz varsa, nə anlaşılmazlıq, dövlətlə, sənədlə əlaqədar yarımçıqlarınız varsa, bu həftə bu ay daha doğrusu dolçalar onların hamısını həll edəcəksiniz. Çünki belə deyim də özünüzü mal mülklə əlaqədar olaraq nə problemlər varsa hamısını həll etmiş, güclü, ağıllı, müdrik bir insan kimi hiss edəcəksiniz bu ay. Balıqlara gələndə isə balıqlar belə deyim, ən düzgün ay sizin üçün bu aydır. Yəni ən örnək olacaq bir insanlar balıqlar siz olacaqsınız. Danışığınız, hərəkətiniz, özünüzə qarşı qidalanma, sağlamlıqla əlaqədar, ailə ilə əlaqədar, belə deyim də iş mühitinizlə əlaqədar ən seçilən və ən hörmətçil bürcülərdən birisi olacaqsınız. Çünki bu ay özünüzü elə düzləşdirəcəksiniz ki, tamamilə hər şey istədiyiniz vəziyyətdə olacaq. Sadəcə və sadəcə gözləm etməyiniz hər şeyə dəyər balıqlar.